Xoş gördük əziz dinləyicilər. Bəhreynin paytaxtı Manamada keçirilən dialoq çərçivəsində Tom Barakın danışıqları və Tom Barakın dedikləri çox maraq doğurub. Tom Barak Amerikanın Türkiyədə olan səfiri və Suriya üzrə xüsusi nümayəndəsidir. Tom Barak bildirib ki, Türkiyə və Amerika Aralıq dənizindən Xəzər dənizinə qədər yeni bölgünə nəzarət edən dövlətlərdir. Əgər xatırlayan dostlarımız varsa ki, təvazökarlıqdan uzaq olmasın. Bir il bundan əvvəl mən deyirdim ki, ümumiyyətlə bu ərazilər, yəni Amerikanın cənub cinahı Türkiyə ilə Amerikanın nəzarəti altında və yeni dünya düzənində yenidən formalaşan ərazilərdir. Məhz Tom Barak da bu barədə danışıb, bildirib ki, bu yeni bölgələrə Türkiyə və Amerika nəzarət edir. Azərbaycan, Ermənistan da bura daxil olmaqla Xəzər dənizinə qədər və Orta Asiyaya qədər çıxan ərazilər tam sürətdə Amerika və Türkiyənin yeni bölgüsü nəzarəti altındadır. Yəni, burada demək istədiyimiz məsələ nədir? Xatırlayırsınızsa, Zəngəzur məsələsi olduqda ən çox narahat olan İran idi, ən çox narahat olan Rusiya idi. Amma Trump yolu ki həyata keçdi. Trump yolu həyata keçdikdən sonra biz deyirdik ki, onlar səslərini kəsəcəklər. Bu günləri tamamilə səslərini kəsiblər. Artıq Amerikanın, daha doğrusu İranın qırmızı cizgisi deyil Zəngəzur və yaxud da ki, Rusiya da buradan bir pay ummaq istəyir. Sadəcə olaraq bəlkə bunları dedikdə insanlarımızda bir sual yaranır ki, Elxan, sən həmişə də Türkiyə siyasətini tənqid edirsən. Baxın, mənim məsələrim. Mən Türkiyə siyasətini tənqid etmirəm. Daha doğrusu Türkiyəni tənqid etmirəm. Türkiyənin siyasətini, Ərdoğanın apardığı siyasəti tənqid edirəm. Niyə? Nə üçün? Çünki bu günləri Ərdoğan üçün böyük qlobal vəziyyət yetişib və bu gün Türkiyənin bu qlobal vəziyyətdən uda biləcəyi çox ciddi şanslar yaradıb. Bu gün Türkiyə daha qlobal işlərlə məşğul olmalıdır. Amma mənim tənqid etdiyim məsələ nədir? Türkiyə, Ərdoğan başını Qəzzadan çıxarda bilmir, başını yaxın şərqdən çıxarda bilmir. Halbuki bu gün Türkiyə həm Avropa Birliyi ilə, həm Qafqazla, həm də Orta Asiyaya açılmaq siyasətini həyata keçirməli və burada dividendlər əldə etməli və Avropa Birliyinin vacib bir üzvünə çevrilməlidir. Amma çox təəssüflər olsun ki, Ərdoğan siyasəti yenə də firqəçi bir siyasət olaraq Qəzzadan başını çıxartmır. Siz Qəzzada nə iş gördünüz? Qəzzada əlbəttə ki, yenə də getdiyi 20 ölkə Qəzzanın verdiyi İngiltərənin protektorluğuna. Halbuki Belfort anlaşması ilə 1918-ci ildə elə İsrail dövlətini elə İngiltərə yaratmışdı. Amma bu günləri getdiniz, yenidən Qəzzanı İngiltərənin nəzarətinə verdiniz. Yaxşı, İngiltərənin nəzarətinə verməklə İsrailin nəzarətinə vermə arasında nə fərq var? Heç bir fərq yoxdur. Mən demişəm, bu günləri deyirəm, Qəzza artıq İsrail bir ərazisidir. Qəzzada artıq Fələstin dövlətindən danışmağın mənası yoxdur və Türkiyə də bunu anlamalıdır, yaxın şərqdən başını çıxartmalıdır. Çünki heç bir iş görə bilməz. Bu gün qlobal məsələlər ortaya çıxdığı vaxtda bu gün Türkiyə ilə İsrailin müttəfiq olmaq imkanları var. Bu gün Türkiyə yaxın şərqdə, Suriyada İsraillə birlikdə işləməli, oradakı vəziyyəti stabil vəziyyətə salmalı və üzünü Avropa və Qafqaz istiqamətinə çevirməlidir. Orta Asiya istiqamətinə çevirməlidir ki, bu Türkiyə içində, Türk dünyasında bugünkü yeni dünya düzəni məsələsində də Türkiyənin böyük rol almasına gətirib çıxardardı. Məhz mən bu mənada Ərdoğan siyasətini əlbəttə ki, tənqid edirəm. Təşəkkür edirəm diqqətinizə görə.